Müəllimə, əla növ unla keyfiyyətsiz unu necə ayıra bilirlər? Yəni evdə biz standart olaraq giririk marketdə. Hansı yaxşı undur onu alırıq. Aha. Amma yəni şirniyyatçılar daha yaxşı bilər ki, deməli əla növ un bəmbəyaz kraxmal kimi görsənir rəngi. Aha. Qoxusu da az da nə qədər olur olsun buğdanın qoxusu hiss olunur. O gəlməlidir mütləq. Hə, keyfiyyətsizin un sönmüş olur. Unu sıxırsan da hiss eləmirsən ki, unun tutumu yoxdur. Qoxusu da belə deyilir, nəmişlik verir. Belə didilir, Nəmişlənmiş onu uşaqlar da var gəlir. Əlimizdə belə götürür onu, yumruq kimi sıxar. Açanda gəlin bir dənə probleyək müəllimə. Bax məsələn, sizdə əlcək var müəllimə. Bir ovucun götürün. Hə. Elə ovun içində. Yəni mən burada göstərim. Göstər, hə. Tələbələr görsün maraqlı. Aha. Aha. Bax, sonra sıxdı mən, bəlkə sıxdı. İndi aç onu. Aç. Dağıldı. O forman alanda isə o deməli nə qədər olması rütubəti cəlb edib canına. Hə. O zaman onda bu çox qəşəng. Tam keyfiyyətli un sayılır. Quru un olmalıdır hökmən. Yaxşı un, bax sarıya çalır. Fikir ver. Mütləq. Düm ağ sarıya çalır. Abi necə deyək? Bax işıqların dövrəsi var ha. Ağ işıq amma yəni bax bunu onda belə plasmas qabda qalmağa düzgündür də. Hə. Ağzı bağlı olsun, hava çəkməsin. Hə. Şüşə qab, yəni olar. Belə deyək də, dəmir vedrələrdə də saxlayırıq. Yəni dedikodudan elədir. İndi yəni bu müasir vedrələrdə saxlayır ağzını. Heç bir qoxusu yox. Sadəcə nəm çəkməsin. Ya lap nəmişlik bayırda qalsın çöldə. Amma ağzı kip bağlıdırsa, yəni o una heç bir şey olmayacaq. Olmayacaq. Yəni də bağlayacaq. Hava çəkməyibsə, ona heç bir şey olmayacaq. Yəni o öz keyfiyyətini saxlayacaq. Məsələn biz indi birinci gün xəmirini hazırlamışıq. Nələr qatdıq müəllimə xəmirə? Birinci gün xəmirinə biz qatdıq. Deməli burada 25 ədəd, təxmini 25 ədəd çıxacaq. Qatı unumuzun keyfiyyəti yaxşı olduğuna görə bax, un şişib də qəşəng olur. İçində düyün heç nə qalmayıb. Qalmayıb, hə. Görürsünüz necə krem halındadır. Deməli 3 ədəd yumurta vurmuşuq bura. 3 ədəd yumurta, 2 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz. Yenə də deyirəm, indi bizdə olmaz, 1 çimdik soda vururuq. Çox qəşəng eləyir. Hə, belə açır pışn eləyir. 1 stəkan duru yağ vurmuşuq. 2 stəkan su vurmuşuq. 3 stəkan sütü və biz onu bu stəkanla ölçdük. Dedik 4 stəkan gedir də. Amma gördüm yox, 3 stəkan un o dediyim məlzəmələrə bəs eləyir. Yəni içinin inqrediyentlərinə. Bu cürlə də qəşəng xəmirimizi alınır. İndi burada 25 ədəd çıxacaq. Biraz qatı olduğuna görə, yəni bunu indi mən bilirəm deyə ki, deyirəm qatıda, müəllim də bilir. Biraz biz ona, yəni yarım stəkandan biraz çox su vuracağıq. Süd də vurmaq olar məncə. Süd də vurmaq olar. Südlə suyun qarışığı lap qəşəng alınır. Yox, biz birdən bu xəmirdən, yenə deyirəm, tort eləmək fikrinə düşsünüz birinci xəmirdən, birinci tortu. Onda biz onun 2 stəkan, 2 xörək qaşığı peçok yox, 4 xörək qaşığı peçok vururuq. Çox möhtəşəm də tort alınır. Tamam. Yəni onu xəmiri hazırladıqda qırmızı rəngdə istəyirsən, qızılgül formasında. Xəmirə, qıraqda şirniyyat qırmızı rəngini qarışdırırsan, bir hissəsinə xəmirin kasanın içində qırmızı rəng vurursan. O birinci də qırmızı rəngdə olur. Sonra qızılgül formasında o tortu eləyərsən. Yəni mən sifarişi götürəndə eləncik eləyirəm. Belə deyil, əllərinizə sağlıq. Sağ ol, çox sağ ol. Təşəkkür Allah razı olsun. İndi bişirəcək, onu da görəcəksiniz.